Əziz, değerli kardeşler, ilk önce Allah'tan korkmağı tövsiye edirəm. Ve təqva mümin için tükenmez bir azuqədir. Möhkəm bir qaladır, qorunmaq üçün dünyanın hilesinden, müsibətlerinden, kulun dünya ve ahireti için cəm etdiyi en hayırlı bir şeydir. Kim Allah'tan korkarsa Allah Teala ona çıxış yeri göstərir. Ve bugün əzəmətli bir ibadetten danışmaq istəyirəm. Bəli, əzəmətli bir ibadət. Hansı ki, əksər insanlar bilmir veya gafildir. O da Allah haqqda gözəl zəndə olmaqdır. Bəli, bu ibadətdir. Qəlbin ibadətidir. Hansı ki, ən şiddətli bir şərtlərdə, çətinliklərdə, ən ağır anlarda, vaxtlarda quldan tələb edir ki, dərin yəqinlik olsun qəlbində. Allah'ın rəhməti haqda, hikməti haqda, ədaləti haqda. Ona görə də gözəl zən möminə yəqinlik verir. Qəlbinin dərinliklərində yəqinlik kökü salır. Və yəqin olur ki, Allah Teala nə seçibsə bəndəsi üçün o xeyirdən başqa bir şey deyil. Və əhval nə qədər çətin olsa da, zaman nə çox sıxıntılarla dolu olsa da bilir ki, bunların arxasında hikmət var. Allah'ın rəhməti var, hansı ki onun hikmətini, rəhmətini, lütfünü ondan başqa heç kim bilmir. وَعَسَى أَنْ تَكْرَهُ شَيْئًا وَهُوَ خَيْرٌ لَكُمْ. Ola bilsin ki, nəsə sizin xoşunuza gəlməsin, lakin sizin üçün bunda xeyir var. Ona görə sələflərdən bəziləri deyərdi ki, لَا تَدْهَبُ الدُّنْيَا حَتَّى يَقُومَ الْبَكَّعُونَ. Ağlayanlar peyda olmayınca bu dünya yok olup getmeyecek. Ve sonra deyir ki, فَبَاكِنْ يَبْكِ عَلَى دِينِهِ وَبَاكِنْ يَبْكِ عَلَى دُنْيَا. Elə ağlayan olacaq ki, dinine göre ağlayacaq. Ve elə ağlayan olacaq ki, dünyasına göre ağlayacaq. وَاَحْسَنُهُمْ حَالًا اَحْسَنُهُمْ ظَنًّا بِاللّٰهِ. Ve en yaxşı halı olan, en yaxşı əhvalda olan o kəs olacaq ki, Rəbbi haqda gözəl zəndə olacaq. Ona görə Allah haqda gözəl zəndə olmaq artıq məqamıdır ki, gözəl zəndə olasan. Artıq zamanıdır ki, Allah haqda gözəl zəndə olasan, xüsusən də şəkkin, şübhələrin artdığı, çox insanların qəlbini bürüdüyü bir zaman, hansı ki qorxurlar hər bir şey üçün, bəzisi ruzisi üçün, bəzisi gələcəyi üçün. Görsən ki, suallar artır. Necə yaşayacaq, necə dolanacaq, necə ailəsi üçün xərcləyəcək, necə bu kimi suallar artıra danışırlar, gəzirlər, dolaşırlar. Halbuki Rabbimiz buyurub ki, فَمَا ظَنُّكُمْ بِرَبِّ الْعَالَمِينَ. Aləmlərin Rəbbi haqda nə zənn edirsən? Nə etiqad edirsən Rəbbin haqda? Hansı etiqaddasan? Elə düşünürsən ki, Allah səni xəlq edib, boş-boşuna tərk edib, xeyr, əsla. Əksinə, Allah Teala qulu ilə müamiləsinə baxsaq, görərik ki, qulla Rəbbin müamiləsi qulun onun haqda necə zənn etməsinə bağlıdır. Necə zənn edirsən Allah haqda, eləcə də tapırsan. Ona görə gözəl zən Allah haqda, bu Allaha güvəndir. Mənası Allaha güvənməkdir, etibar etməkdir, gözəl təvəkkül etməkdir. Onun təqdiri ilə, qəza və qədəri ilə razılıqdır. Onun hökmü ilə razı olmaqdır. Onun idarəçiliyinə təslim olmaqdır. Qəlbin onun əmirlərinə, qadağalarına rahat qəbul eləməsidir. Onun əhkamlarına, hökmünə təslimiyyətidir. Və Allah haqda gözəl zəndə olmaq əslində tohidin özəyidir. Tohidin özüdür. Ən mühüm vaciblərindəndir. Və bəs edir ki, dedi ki, ibadətdir. Allah Teala'ya edilən ibadətlərdən biri. Və mühüm ibadətdir, çünki qəlblə bağlıdır. Ona görə Allah haqda gözəl zəndə olmaq hər bir müsibətdə, hər bir bəlada çıxış yolunu görə bilməkdir. Allah haqda gözəl zəndə olmaq, imtihanlar gələn vaxt, nimətlərin də gəlməsini ümid etməkdir. Bilməkdir ki, Allah Teala sənə, sənin öz nəfsindən daha rəhimlidir. Və sənin üçün nə məsləhətdirsə, onu səndən daha yaxşı biləndir. Və hər çətinlik ondan sonra asanlıq edib sənin üçün. Ona görə fikir verir Allahın kəlamına. Peyğəmbərlərin hekayəsi, hansı ki Rəbbimiz nəql edib bizə, göstərir ki, Allah haqda gözəl zəndə olmalıyıq. Necə onlar gözəl zəndə idilər? Necə onlar Allaha güvənirdilər, təvəkkül edirdilər? Bax, İbrahim Peyğəmbər, o vaxt ki, o da atılır, Rəbbi haqda gözəl zəndə olur. Bilir ki, Rəbbi ona əzəmətli bir nicat verəcək, çıxış yolu verəcək. قُلْنَا يَا نَارُ كُونِي بَرْدًا وَسَلَامًا عَلَى İbrahim. Dedi ki, ey ot, İbrahim üçün sərin və zərərsiz ol.
bu əzəmətli mövqe hansı ki İbrahim Peyğəmbər göstərdi, güvənərək Rəbbinə, bildi ki Rəbbi onu alçatmaz, onu rüsva etməz, əksinə bu imtihandan onu uzaq çıxaracaq. Ona görə gözəl zəndə olmaq Peyğəmbərlərin hekayələrində açıq aydın görsənir. Və bax Yaqub Peyğəmbərin hekayəsinə, övladları ilə baş verən hadisələrə, övladlarını itirsə də Yusifi, qardaşını, lakin yəqin idi ki Allah Teala qaytaracaq onları ona. Baxmayaraq uzun bir zaman gözlədi, baxmayaraq imtihan uzun illər sürdü, lakin Allah Teala nə deyir? Onun dili ilə fəsabrun cəmil, həsəllahu ən yətiyəni bihim cəmiyə, mənə düşən gözəl səbr etməkdir və ümid edirəm ki Allah Teala onların hamısını mənə qaytaracaq. Allah haqda gözəl zənn etdi və göstərdi ki bu onun qəlbinin, imanının, yəqinliyinin qüvvətindəndir. Və Allah haqda gözəl zəndə olmaq heç də bu iki Peyğəmbərlə kifayətlənməyib. Əksinə digər Peyğəmbərlərdir. Hətta onların yaxınları da Allah haqda gözəl zəndə olduqları üçün, Allah Taala'ya güvəndikləri üçün Allah Taala tərk eləməyib onları. Əksinə dəstək olub. Bax Musa Peyğəmbərin hekayəsinə. Musa Peyğəmbərin anası o vaxt ki Allah Taala vəhy edir ona, ilham vəhyi və əmr edir ki övladını atsın dəryaya. Baxmayaraq nə təhlükələr var idi. Onları əhatə edən, eləcə də uşağı başlı başına bir səbətdə dəryaya buraxmaq, açıq aydın bir həlakə buraxmaq idi. Açıq aydın bir həlakə tərk idi, lakin yəqin idi ki Rəbbi ona verdiyi vədə xilaf olmaz, sadiq olar. Deyir ki Allah Taala فَإِذَا خِفْتِ عَلَيْهِ فَأَلْقِهِ فِي الْيَمِّ Əgər qorxursansa ona görə burax onu dəryaya, yəni qorxursan ki öldürüləcək və ya bu tapılacaq, həlak ediləcək, elə isə burax onu dəryaya. Sonra nə deyir? Deyir ki وَلَا تَخَافِي وَلَا تَحْزَنِي Qorxma, kədərlənmə, İnnə radduhu ileyk Biz onu sənə qaytaracağıq. وَجَاعِلُوهُ مِنَ الْمُرْسَلِينَ Onu Peyğəmbərlərdən edəcəyik. Ona görə də bir az müddət keçir ki Allah Taala verdiyi vədinə sadiq olur, yerinə yetirir. Və vədini həyata keçirir, qaytarır anasına o uşağı. Musa Peyğəmbəri xilas edir. Özü də harda? Ən böyük düşməninin qucağında, ocağında, evində. Ona görə Allah haqda gözəl zəndə olmaq bəs edir ki, əzəmətli bir ibadətdir. Və bu onun əzəmətliyini nə vaxt dərk edir insan? Ən şiddətli müsibətlərdə, ən şiddətli bəlalarda. Ona görə fikir ver Eyyub Peyğəmbərin hekayəsinə. O vaxt ki cəsədində Allah Taala imtihan edir onu, ailəsində imtihan edir onu, xəstəlik verməklə, ailəsinin canını almaqla. Lakin bu səbəb olmur onun Allah haqda güvəninin itməsinə, Allahın rəhmətindən əlini üzməsinə, əksinə dua edir Rəbbinə, yalvarır yəqinlə, bilir ki Allah Taala onu tərk etməz. Və Eyyub iz nədə Rabbəhu ənni məssəniyyəd darr və əntə ərhəmər rahimin. Eyyub dua etdi Rəbbinə və dedi ki mənə əzəmətli bir zərər toxunub, yəni əzəmətli bir müsibət toxunub, sənsə rəhimlərin ən mərhəmətlisisən. Və Allah Taala cavab verdi onun duasına, yalvarmasına, o zərəri ondan apardı, ailəsini, hamısını ona qaytardı. Ona görə Allah haqda gözəl zəndə olsan, Allaha güvənsən, Allah Taala sənə hər bir çətinlikdən, hər bir sıxıntıdan çıxış yolu verər. Əksinə, çətinliklər hansı ki Allahdan bizim üçün təqdir edilib, əksinə o çətinliklər davamiyyətli deyil. Hər çətinlikdən sonra asanlıq verib Allah Taala bizə. İnnə mə'al usri yusra. Həqiqətən hər çətinliyin asanlıq var. Bu mübarək əzəmətli ayə bizə xatırladır ki, qul nə qədər imtihan olsa da, başına nə qədər müsibət gəlsə də, mütləq onun üçün asanlıq olacaq. Və zaman nə qədər uzun olsa da, Allah Taala ona çıxış yeri verəcək, çıxış yolu göstərəcək. Deyir ki sallallahu aleyhi və səlləm, Rəbbindən rəvayət etdiyi hədisdə, Ənə ində zanni abdi bi. Deyir ki Allah Taala, mən qulumun məni necə zənn etdiyinin yanındayam. İn zanna xeyran fələhu. Əgər xeyr zənn etsə, onun üçündür. Və in zanna şərran fələhu. Əgər şər zənn etsə, onun üçündür. Bu əzəmətli hədis bəyan edir ki, Allah Taala qulu ilə müamiləsi qulun Allah haqda etdiyi zənninə görədir. Əgər gözəl zənn etsə Rəbbi haqda, xeyr və çıxış yolu tapacaq. Əgər pis zənn etsə, o xeyirdən məhrum olacaq. Ona görə Allah haqda gözəl zəndə olmağın nəticəsindən bəs edir ki, qəlb rahatlıq tapır. Bəs edir ki, qəlb səbirsizlik etmir müsibətlər gələndə. Allahın rəhmətindən əlini üzmür. İnnəhu la yeyəsu min ruhillah illə qavmul kafirun. Həqiqətən Allahın rəhmətindən ümidini üzən yalnız kafir bir qövm olar. Ona görə də mömin heç vaxt ümidsiz olmaz. Allahın rəhmətindən əlini üzməz. Dünya həyatı ona nə qədər dar gəlsə belə. Çünki Allaha güvəni möhkəmdir. Onu heç nə sarsıtmaz. Bu səbəbdən də Allah haqda gözəl zəndə olmalıyıq.
Terbiyeləndirməliyik nəfsimizi, ailəmizi, evladlarımızı. Allah haqqda gözəl zəndə olsunlar. Hər bir halda, hər bir əhvalda, vəziyyət nə olursa olsun, şərtlər, zaman, an nə qədər ağır olsa da olsun. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Allah Teala dedi ki, Ənə ində zanni əbdi bi. Mən qulumun məni necə zənn etdiyinin yanındayam. Ənə mə'ahu izə zəkərəni. Əgər məni xatırlasa, onunlayam. Fəin zəkərəni fi nəfsi, zəkərtuhu fi nəfsi. Əgər məni öz nəfsimdə xatırlasa, mən də onu öz nəfsimdə xatırlayaram. Və in zəkərəni fi mələyin, zəkərtuhu fi mələyin xeyran minhum. Əgər məni bir toplumda xatırlasa, onu onların toplumundan daha xeyirli bir toplumda xatırlayaram. Və in təqarrabə iləyyə bi şibrin, təqarrabtu iləyhi zira'a. Əgər o mənə bir qarış yaxınlaşsa, mən ona bir dirsək yaxınlaşaram. Və in təqarrabə iləyyə zira'an, təqarrabtu iləyyə ba'an. Əgər mənə bir dirsək yaxınlaşsa, mən ona bir qulaq yaxınlaşaram. Və in ətəni yəmşi ətəytuhu harvələ. Əgər gəzərək mənə gəlsə, mən yürüyərək ona gələrəm. Ona görə də qəlblərimiz daima Allah Taala'nın gözəl zənni ilə dolu olmalıdır. Ailələrimizin qəlbi, övladlarımızın qəlbi Allah haqqda gözəl zəndə olmalıdır. Bu gözəl zənn toxumu onların qəlbində əkilməlidir və bilməlidirlər ki, Allah Taala mömin bəndələrini heç vaxt rüsva etməz. Əksinə, Allah Taala səbr edənlərdəndir, yaxşı işlər görənlərdəndir. Ona görə Allah haqqda gözəl zəndə olmaq səbəbdir Allahın razılığını qazanmağa, səbəbdir cənnəti qazanmağa, səbəbdir qul nə istəyirsə əldə etməyə. Əbu Hüreyra radiyallahu anhu deyir ki, eşitdim Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, Allah Teala buyurur, Ənə ində zanni əbdi bih, fəlyazunnu bimə şə. Mən qulumun mənim haqda necə zənn etdiyimin yanındayam. Elə isə mənim haqda nə istəyir, onu zənn etsin. Allah Teala bizi ona təvəkkül edənlərdən etsin.